Salam. Bugün biz 9-cu siniflərin OTK imtahanının izahına baxacağıq. İlk öncə 56-cı suala baxaq. Cümlədə evə var. Evə də sifətin üstünlük dərəcəsinin göstəricisidir. Bunun üçün B variantı gedir adi dərəcədədir. E variantı müqayisə. A variantı düzdür üstünlük dərəcəsindədir, amma üstünlük dərəcəsi hər zaman Z artiklı ilə işlənir. D variantı səhvdir. Worse müqayisədir və müqayisə dərəcəsi nə Z artiklı ilə işləmir, nə də biz üstünlük dərəcəsi verməliyik. Cavabımız C variantı. The best. 57-ci sualda escape qaçmaq, canını qurtarmaq, frighten qorxmuş, take part iştirak etmək. Demək, birə gedər C variantı. Birə C, get away-də uzaqlaşmaq, qaçmaq deməkdir, escape-də qaçmaq deməkdir. 2-yə gedir A variantı, feel afraid, afraid-də qorxmaq deməkdir. 3 isə qaldı B variantı. 1C, 2A, 3B, cavabımız E variantı. 58-ci suala baxırıq. Difficult sözünün opposite əks mənası, yəni antonimini tapmalıyıq. Difficult çətin, easy asan deməkdir. Cavabımız D variantı. 59-cu suala baxırıq. Bu kompleks objekt quruluşudur. Mürəkkəb tamamlıq. Escape, expected daha doğrusu. 3-cü qrup feildir və bundan sonra hər zaman to feil gələcək. 60-cı suala baxırıq. Və demək baxırıq ki, boşluqdan sonra sayılmayan isim var. Bunun üçün A variantı, E variantı gedir. Çünki fiyudu, meynidir. Bunlardan sonra cəm isim gələr. Elotdan sonra isim gəlməz. İki variant arasında qaldıqda tərcüməyə baxırıq. Mən deyir, sənin dediyini eşitmədim. The traffic is making much noise. Çoxlu səsidir. Yəni çoxlu səs olduğu üçün eşidə bilmirəm də. D variantını versək deyir, səs yoxdur. Amma eşidə bilmirəm, məna baxımından uyğun gəlmir. 61-ci sual zaman uzlaşmasıdır və cümlədə when var. When-dən sonra sadə zamanlar gələr və zamanlar bir-biri ilə uzlaşmalıdır. When olan cümlədə heç vaxt indiki bitmiş zaman işlənməz, yəni həfəz olan variantları çıxırıq, heç bir tərəfində işlənməz və zamanlar da bir-biri ilə uzlaşmalıdır. A variantında see indi, was keçmiş, keçmişlə indi uzlaşmır. B variantı doğrudur. Keçmişlə keçmiş davam edici zaman uzlaşır. E variantında yenə də keçmişlə indiki davam edici zaman uzlaşmır. Cavabımız B variantı. 62-ci suala baxırıq. Preposition mövzusudur. Love-dan sonra əgər love for something olar da, yəni nəyəsə sevgi bəsləmək. Bunun üçün cavabımız B variantıdır. 63-cü suala baxırıq. Və it's hard when it's noisy. Deyir ki, səs-küylü olan zaman çətindir. Nə? Diqqətini cəmləmək çətin olar, concentrate olar. 64-cü suala baxırıq. Interrogative sentence, sual cümlələrin seçməliyik və sual cümlələrində heç vaxt köməkçi feillə əsas feil yanaşı gəlməz. A variantı doğrudur. B-də did köməkçi were əsas nə yanaşı gəlmir, nə də ki, did olduqda feil indiki zamana qayıtmalıydı. Bunun üçün səhvdir. B variantı yenə köməkçi ilə əsas yanaşı gəlib olmaz. D variantında do köməkçi, amma feilin sonunda s olmaz, do varsa. E variantında yenə does olduqda feilin sonundakı s düşməliydi. Cavabımız A variantı. Növbəti suala baxırıq. 65-ci sualda I am sure this is right, bus. Bus var, sayılan tək isimdir. Mütləq buna artikel lazımdır. Amma deyir ki, mən əminəm ki, bu avtobus. Artıq burada bilirik ki, əgər isimimiz məlumdursa, onun qarşısında mütləq Z artiklı işlənməlidir. Bu avtobusdan söhbət gedirsə, bu avtobus bunun gözünün qarşısındadır, yəni görünür, bilir, məlumdur. Bunun üçün birinci tərəf Z artiklı, ikinci tərəf for the station olar, çünki söz önlərindən sonra adətən Z artiklı gəlir. Cavabımız A variantı. 66-cı suala baxırıq. Have to heç vaxt öz inkarını, sualını özü düzəltməz. Digər variantların hər biri doğrudur, lakin baxırıq ki, cümlə indiki zamandadır. Bunun üçün keçmiş zamanda olan variantlarımızı çıxırıq. Cavabımız E variantı. 67-ci suala baxırıq. Passive voice məhcumları seçməliyik. Bunun üçün biz birinci
zamana və tamamlığa fikir verməliyik və tamamlıq bilirik ki, feildən sonra gələn söz tamamlıqdır. These artificial flowers of silk, bu bizim tamamlığımızdır və məlum növdə cümləni məchul növə çevirdikdə tamamlığa gətiririk mübtədanın yerinə və məlum növdəki mübtədanı isə cümlədən çıxarmalıyıq. These artificial flowers of silk gəlir cümlənin önünə və cümlə hansı zamandadır? Make indiki zamandadırsa, bizə to be-nin indiki zaman formaları lazımdır. A variantı səhvdir. Burada to be yoxdur. To be-nin forması yoxdur. B variantı doğrudur. Biz oflu birləşmədə bilirik ki, ofdan əvvələ baxırıq. This artificial flowers cəm olduğu üçün xəbərimiz are cəm və feilimiz burada doğrudur. C variantında cümlədə keçmiş zaman yoxdur ki, biz bunu to be-nin keçmişi ilə verək və v-dən sonra da bin gəlməz. Bin bitmiş zamanlarla işlənir. D variantında yenə keçmiş zamanla verilib səhvdir. E variantında isə are-la bin işlənmir. Yenə deyirəm bin yalnız bitmiş zamanlarla işlənir. Cavabımız B variantı. 68-ci suala baxırıq. Confidence sözünün close meaning eyni məna, sinonim mənasını verir. Eyni mənalı sözünü tapmalıyıq. Bunun üçün believe in myself, inanmaq, confidence əminlik, etibarlıq, arxayınlıq və self trust doğrudur. Cavabımız 1, 5. 69-cu sual short textdir. Tərcümə eləyək sualı. Əziz müəllim, davamlı dəstəyiniz və məsləhətiniz üçün sizə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Dərsləriniz həmişə aydın və maraqlıdır və hər gün inkişaf etməyimə kömək edir. Səbrinizə, çətin mövzuları başa düşməyimizə sərf etdiyiniz vaxtınıza görə sizə minnətdaram. Sizin dərslərinizdə özümü daha inamlı hiss edirəm. Sinifimiz üçün etdiyiniz hər şeyə görə sizə minnətdaram. Hörmətlə Sarı. Variantlarda isə baxaq görək. Deyir ki, A variantı Saranın dərslərində heç bir irəliləyiş yoxdur. Bunun üçün A variantı yanlışdır. B-də deyir, müəllimin dərsləri aydın olsa da, bəzi mövzuları başa düşməkdə çətinlik çəkir. Bu da yanlışdır. C variantı Sara müəlliminə davamlı dəstəyi və səbri üçün həqiqətən minnətdardır. Bunun üçün C variantı doğrudur. D variantı Sara həmişə dərslərlə geri qalır və bəzən də səbirsizləşir, özünü səbirsiz hiss edir. D də yanlışdır. E variantında müəllimin dərsləri bəzən Saranı yorğun hiss etdirir, özünə inamsız hiss etdirir. Bu da yanlışdır. Cavabımız C variantı. 70-ci sualda demək, hörmətli xanım, cənab xanım, şirkətinizdəki vəzifəyə müraciət etmək üçün sizə yazıram. Mən çalışqan və məsuliyyətli bir insanam və həmişə yeni bacarıqlar öyrənməyə hazıram. Yaxşı ünsiyyət bacarıqlarım var və komandada yaxşı işləyirəm. Sizinlə işləmək fürsəti əldə etməkdən məmnun olaram. Hörmətlə Anna. A variantı A variantında demək, şirkət onu çalışqan hesab etmir. Bunun üçün A variantı yanlışdır. B variantı şirkət yaxşı ünsiyyət bacarıqları tələb etmir. Bunun üçün ümumiyyətcə, əgər düzgün variant istəyirsə, adətən inkar cümlələri çıxmalıyıq, heç tərcüməsiz. D variantı da yenə bunun üçün yanlışdır. Deyir, Anna yeni bacarıqlar öyrənməyə açıq deyil. E variantında Anna özünü iş vəzifəsi üçün təcrübəsiz hesab edir. Yenə E variantda yanlışdır. Cavabımız C variantı. Anna şirkətdə iş yeri tutmaq istəyir, yəni şirkətə qəbul olmaq istəyir iş üçün. 71-ci suala baxırıq. Yoga klubu hər yaşda olan insanlar üçün yoga dərsləri təşkil edir. Dərs vaxtları sərbəstdir və dərslər həm səhər, həm də axşam saatlarında keçirilir. Sonra xalçadan başqa heç nə gətirməyinizə ehtiyac yoxdur. Bir ay ərzində faydalarını hiss etməyə başlayacaqsınız. İştirak etmək istəyirsinizsə qeydiyyatdan keçin. Yəni göründüyü kimi yoga dərslərinin dərslər haqqında məlumat verir. A variantında deyir ki, xalçanızdan başqa, yəni yoga xalçasından başqa hər şeyi gətirməlisiniz. Yəni bu yanlışdır. Yalnız deyir, xalça gətirməliydiniz. B variantı bir ay ərzində müsbət nəticə görməyə yəni görə bilərsiniz. Bunun üçün B variantı doğrudur.
Aha. C variantında deyir ki, yalnız səhər keçirilir, amma burada deyirdi ki, səhər və axşam keçirilir. Bunun üçün C variantı da yanlışdır. D variantında kluba qoşulduqdan sonra qeydiyyatdan keçməlisiniz, amma əvvəl qeydiyyatdan keçib sonra kluba qoşula bilərsiniz. E variantı yalnız gənclər üçündür, deyir yoga dərsləri, amma yanlışdır. O bütün yaşlı uşaq insanlar üçün idi. Cavabımız B variantı. Və mətnə baxırıq. İkinci mətni tərcümə edək. Yuxudan söhbət gedir gördüyümüz kimi. Demək, yuxu gecə ərzində dövr edən bir neçə mərhələni əhatə edən vacib bir prosesdir. Yuxunun iki mərhələsi vardır. Rapid eye movement, yəni sürətli göz hərəkəti REM adlanır. Yəni REM yuxusu və REM olmayan yuxu. Həm REM yuxusu, həm də ki REM olmayan yuxu sağlam həyat üçün vacibdir və bu yuxu zamanı bədən əzələləri, toxumaları bərpa edir, immunitet sistemi güclənir. REM yuxusu beyin üçün vacibdir, məlumatı demək emal edir və beynin xatirələrini təşkil etməyə və bunları saxlamağa kömək edir. Bundan əlavə öyrənməyi dəstəkləyir və hərəkətləri idarə etməyə kömək edir. Hər dəfə yatdığınız zaman REM olmayan yuxu mərhələsində, demək REM mərhələsinə keçən yeni bir yuxu dövrü başlayır. REM mərhələsi adətən yuxu gördüyümüz və ən dərin yuxunuz REM olmayan yuxu zamanı baş verir. Əgər kifayət qədər yuxu yatmasaz, bunun sağlamlığınıza pis, mənfi təsirləri ola bilər. Yuxu ehtiyacı yaşdan asılıdır. Adətən körpələr, uşaqlar, yeniyetmələr böyüklərdən daha çox yuxuya ehtiyacı vardır. Daha çox ehtiyac duyurlar. Yuxu keyfiyyətlərini yaxşılaşdırmaq üçün mütəxəssislər həftə sonu da daxil olmaqla hər gün eyni vaxtda yatmağı və eyni vaxtda oyanmağı məsləhət görürlər. Baxaq növbəti suala. Düzgün variantı seçməliyik. What are the roles of two main types of sleep? İki növ yuxunun demək əsas rolu nədir? Demək, doğru cavabımız birincidə deyir ki, yuxu beyni inkişaf etdirir, yaddaşı inkişaf etdirir və hisslərimizi kontrol edir. Bir doğrudur. İkidə deyir ki, bədəni, əzələləri dəstəkləyir, yəni möhkəmləndirir. İkidə doğrudur. Cavabımız 1-2 C variantı. Üçdə deyir ki, hər iki yuxu unhealthy, yəni sağlam etmir bədəni, beyni. Yanlışdır. 4-də isə deyir ki, weak, daha zəif edir immunitet sistemini. Yanlışdır. Cavabımız 1-2 C variantı. 73-cü suala baxırıq. Ümumiyyətcə, əgər mətn nə haqqındadır bizdən soruşursa, biz mətnin ilk cümləsinə baxmalıyıq. Baxırıq ki, sleep is important biological process, yəni vacib bir prosesdir. A variantı yanlışdır, deyir. Worse, pis, yəni yuxunun necə pis olduğundandır. B variantı doğrudur, vacibliyindən danışır. C variantı sağlam vərdişlərdən belə bir şey yoxdur. Cavabımız yəni B variantı birinci cümlədə də var. Important burada da verilib. Yəni doğru cavabımız B variantıdır. Baxırıq 74-cü suala. 74-cü sualda adətən əgər bizdən doğru variantları istəyirsə, only olan variantları çıxırıq. Yəni bunun üçün 4 olan variantları çıxırıq və müsbət mənalı variantları seçməliyik. Adətən bu belə olur. 3-də deyir ki, yuxu böyük rol oynayır bədəni və beynin sağlamlığında, mətndə də belə idi. Yəni 3 düzdür, 3 olan variantlarda çıxaq. 1-lə 2-yə baxanda deyir ki, several stages, yəni o mətndə də eyni cümlə var. Bunun üçün cavabımız 2-3, heç birə baxmağa ehtiyac yoxdur. Bir də deyir ki, yetkinlərin beyni konkubator daha yaxşı işləyir. Orada elə bir şey yox idi. Cavabımız E variantı. 75-ci sualda yanlış variantı istəyir bizdən. Bunun üçün demək mətnə də nəzər salmalıyıq. Biz bayaq mətni oxuduq. Burada bütün variantlar doğrudur. Sadəcə bir nüansa fikir vermək lazımdır ki,
Yəni adətən belə çaşdırıcı ola bilər. Deyir ki, hər iki yuxu gecə və gündüz, yəni gün boyu baş verir, amma orada gecə sözü var idi. Mətndə gün sözü yox idi, yəni gündüz sözü yox idi. Bunun üçün yanlış variantımız C variantıdır və 76-cı suala baxırıq. 76-cı sualda doğru variantı soruşur. Yetkinlər gənc insanlardan, aha. Doğru variantımız 1-dir və 2 doğru variantımızdır. 3-də deyir ki, biz gərək həftə 10 weekdays, həftə günləri biz müxtəlif vaxtlarda oyanaq, amma the same, diqqət etsəz, baxın elə burada da görünür. Same, eyni vaxtda, eyni gündə yatıb, eyni vaxtda oyanmalıyıq. Və 4-cüdə də yenə Nayzə inkarı bildirir. Deyir ki, yuxu nə fiziki, nə də zehni sağlamlığımıza təsir etmir. Bunun üçün də yanlışdır. Cavabımız 1-2.